Bax deyirlər ki, buradakı evlərdən səs gəlir, bax bu evdə. Deyəsən bu evdə cinlər var. Deməli, dən baçokları göstərək. Artıq nəhayət o bir aydır maşında fırlanan baçoklar su ilə doldu. 100 litr su ilə yol alırıq evə, Şamaxdan qaydırıq. Amma yol üstü bizim bir çəkilişimiz var. Bu nədir? Mən sizə Şamaxının, qədim Şamaxının bəlkə də Şıxlar kəndini göstərəcəm. Niyə qədim Şamaxının dedim? Çünki mən baxıram televiziyalarda dostlar gedirlər, reportajlar hazırlayırlar, Qobustanın Şıxlar kəndi deyə təqdim edirlər. Amma bir vaxtlar o Qobustanın yox, məhz Şamaxının Şıxlar kəndi olub. Sonradan 90-cı illərdə Qobustan artıq ayrıca rayon olduqdan sonra bir çox ərazilər, bir çox kəndlər Şamaxdan alınaraq Qobustan ərazisinə daxil edilir və məsələ Şıxlar kəndidir, Xilmilli kəndidir. Bu kəndlər də onların içərisindədir. İndi mən sizə həmin o Şıxlar kəndindən gedib kadrlar göstərəcəm. Oradakı sakinlərlə söhbət edəcəm və oradakı sakinlərlə bağlı maraqlı faktlar nədir? Mən bundan əvvəl də YouTube'da biraz axtardım, bəzi reportajlar gördüm. Orada deyirlər, nə bilim, Qobustanın Şıxlar kəndi, cəmaət köçüb, yol yoxdur. Amma əsli belə deyil məsələnin. Yəni informasiya qıtlığı var bu məsələdə və mən o informasiya qıtlığını bu dəqiqə belə deyim, yox eləməyə çalışıram. Bu nədən ibarətdir? Bu ondan ibarətdir ki, Şıxlar kəndində əslində elə bir ildə orada köç başlayıb ki, heç o dövrdə avtomobil yox idi. Hər kəs atla, eşşəklə hərəkət eləyirdi. Yəni o dövrdə kiminsə yola görə kəndi tərk etməsi real görünmürdü. Mən isə çox uzun illər əvvəldən danışıram və bunlara indi elə kəndin özündə toxunacağam bu məsələlərə. İlk köç o kənddən nə vaxt başlayıb? Sakinlərin köçləri neçə yerə ayrılıb? Çünki onlar Bakı ətrafında da yaşayırlar. Həmçinin elə Qobustanda, yəni köhnə Şamaxının ərazisi, indiki Qobustan ərazisində həmin o Şıxlar kəndinə yaxın olan Xilmilli kəndində də həmin o kəndin sakinləri yaşayırlar. Və indi yol alırıq, bir 20-30 dəqiqə sonra artıq oradayıq. Buyur. Var Xilmilli kəndində, o bizə həm bələdçilik eləyəcək, həm məlumat verəcək ki, Şıxlar kəndindən insanlar niyə köçüb. Salam aleyküm. Saat 11-dən sizi gözləyirəm. Salam, salam. Necəsiz? Nə var, nə yox? Gedək. Gözləyin, gözləyin.
Əzuveyu. Hə, Eyüp müəllim, bax, siz yəqin ki, Şıxlar kəndindəsiniz, Bəli, düzdürmü? Orada özü eviniz də var. Bax, o ev neçənci ilə aiddir? Burada siz yaşayırsınızmı? Ümumiyyətlə burada heç sakin varmı bu kənddə? Bu dəqiqə indi yoxdur bu sakin. Yazda olur. Heyvan Kimlər gəlir yazda? ancaq çobanlar. Heyvan kim ki heyvan saxlayır, onlar gəlir. Hə. Bizim ata evimiz var burada. 61-ci ildə tikilib. Yəni bir növrəsi qoyulub. Onunla bəri elə burada həmişə yaşayırıq. Bəs bax, adi məsələn orada bir bağ gördüm. Fidan, o bağı göstər bir dənə. Hə. Get aşağıdan. Bax, o bağın olması nədir, kimindir? Yoxsa o elə o vaxtdan salınıb Yox, qalıb? mənimdir. Hə, o sizin Hə, elə. bəli, Hə, bu bəli. təsadüfən Eyüp bəyin bağını da gördük orada. Hə. O bax nə vaxtdan qalıb? Yəni siz bir baxırsınızmı o bağa? Yox, Yoxsa baxıram. Yəni mən pomidor əkirəm, paxıl əkirəm. hazırda orada nəsə var Ya, yoxsa? indi bu dəqiqə yəni yoxdur. Hə, yox. Yox, indi da sonra. Demək olar ki, onda elə əsas belə siz gəlib gedirsiniz. Ancaq mən, hə. Bəs o bağın belə deyək də belə başsız qalması problem deyil ki, Yox, məsələn yox. kimsə Yox, gəl mən yoxlayıram hə, kəndi tez. gəlib yoxlayırsınız. Bəs köçmə səbəbi nədir? Bax, niyə bu kənddə özdə baxırsan, əslində yerləşmə yeri, əzəmətli qayalar, nə bilim, qəşəng dağlar nəhadəsi. Bəs niyə insanlar köçüb burdan? Nə bilim yolun olmamağından. Hə, biraz yağış yağanda ümumiyyətlə palçıq olur deyir. Hə. Qışda da gedib gəliş çətin olur deyir. Ancaq qarla, qiyamatla. Hə, yəni bu səbəbdən hamısı dağılışdı. Amma mən səhv eləmirəmsə, deyəsən 1859-cu ildir, səhv etmirəmsə, o illərdə olan zəlzələdən sonra da köçlər başlayıb Qaradağ rayonu Şıxlar kəndinə, düzdürmü? Sonra 1900-cü illərdə neft üçün Bakıya işləməyə gedənlər də olub. Elə olub, hə. Elə olub. Hə. Və düzdürmü ki, həm də bu kəndin bəzi sakinləri Xilmilli kəndinə köçüb. Xilmilli kəndinə köçüb, bəli, bəli. Onda biz belə deyə bilərik də. Bu kəndin tarixi sakinləri ilə məsəl üçün biri siz 3 istiqamətdədir. Bəli, Yəni birinci istiqamət bu kənddir. bəli, bəli. Bu kənddən sonra 2 istiqamət var. Bir Qaradağ rayonu Şıxlar kəndi, bir də Xilmilli kəndi. Belə dedi, Qaradağ rayonu Şıxlar kəndinə sizi aparan şey nə oldu? Bizim o Şıxlar cəmaatının orada məskunlaşdığına görə, yəni qohum əqrəbə orada olduğuna görə bizim uşaqlar da elə ora köçüb gedib. Hə. Deməli artıq gəldik Eyüp bəylə çatdıq Şıxlar kəndinə. Şıxlar kəndinin tarixindən də biraz danışdıq, hər istiqamətindən biraz danışdıq. Burada əsas məsələ nədir? Burada insanlar köçməyinin bir çox səbəbləri var. Həm əsas yola uzaqdır, həm yolu yaxşı deyil, həm işsizlik məsələləri. Amma hər şeydən əvvəl burada bir məsələ var ki, zəlzələdən sonra insanlar daha çox bu kəndi tərk etməyə başlayıblar. Həm zəlzələdən sonra, həm də Bakıda neftlə bağlı vakansiyalar olduğu üçün 1900-cü illərdə insanlar başlayıblar artıq burdan Qaradağ rayonuna köçməyə. Qaradağ rayonundakı eyni adda Şıxlar kəndini də məhz bu kəndin sakinləri salıblar.